Salam hörmətli müdavimlər, xoş gördük hər birinizi. Bu videoda sizlə dünyanın ən əsas çayları, çayların keçdiyi iqlim və təbii zonalar haqqında danışacağıq. Burada sırf danışdığımız çayların keçdiyi təbii zonalar olacaq. Birinci başlayaq dünyanın ən uzun çayı Nil çayından. Nil çayı Viktoriya gölündən başlayır. Nil çayının keçdiyi təbii zonalardan savanna, dəyişkən rütubətli meşələr, yenidən savanna, səhra təbii zonasından keçir. İqlim olaraq subekvatorial, tropik və subtropik iqlim qurşaqlarından keçir. Subtropik iqlim qurşağından keçsə də codyarpaqlı həmişəyaşıl meşələr təbii zonasından keçmir. Sonra Afrikanın digər çaylarına baxaq. Senegal çayı bütünlükdə savannadan axır. Niger çayı böyük hissədə savannalardan, sonra isə dəyişkən rütubətli meşələr, mənsəbi isə ekvatorial meşələrdə keçir və yaxud da yerləşir deyə bilərik. Niger çayı öz başlanğıcını qeyd etdiyi ki, savannadan götürür. İqlim isə subekvatorial və ekvatorial iqlimdən keçir. Volta çayı isə subekvatorial iqlimdədir, lakin savannalar və dəyişkən rütubətli meşələr təbii zonasından axır deyə bilərik. Kongo çayı savannadan keçir deyə bilərik. Sonra dəyişkən rütubətli meşələrdə, sonra rütubətli ekvatorial meşələr və mənsəbi dəyişkən rütubətli meşələr təbii zonasında yerləşir. Zambezi çayı bütünlükdə subekvatorial iqlim qurşağında və savanna və seyrək meşə təbii zonasında yerləşir. Bir də biz Kongoya iqlim olaraq subekvatorial, ekvatorial və rütubətli tropik iqlim deməliyik. Sonra Çad gölünə tökülən Şari çayı bütünlükdə subekvatorialdan axır, təbii zona isə savannadır. Sonra gələk Afrikaya baxaq. Daha doğrusu Afrikanın cənub hissəsində yerləşən Oranj çayı səhralıqdan axır böyük məsafədə və yüksək dağlıq qurşağından axır. Limpopo çayı da həmçinin yüksək dağlıqdan başlayır və səhra təbii zonasından axır deyə bilərik. Daha doğrusu savanna təbii zonasından keçir. Növbəti keçək Şimali Amerika materikinə. Şimali Amerika materikində də ən əsas çaylara baxırıq. Yenə deyirəm, biz ən əsas çaylara baxmalıyıq. Mississippi çayı. Mississippi çayı öz başlanğıcını bildiyiniz kimi Itasca gölündən götürür və keçdiyi təbii zonalar, qarışıq və yeniyarpaqlı meşələr təbii zonası, çöl təbii zonası və dəyişkən rütubətli meşələr təbii zonası. Mənsəbi subtropik iqlim daxilində, dəyişkən rütubətli meşələr təbii zonasında yerləşir. Amma yenə deyirəm, çöl təbii zonasından və dəyişkən rütubətli meşələr təbii zonasından keçir deyə bilərik. Sonra Yukon çayında tayqa meşələri təbii zonasından keçir, yəni iynəyarpaqlı meşələr təbii zonası və yüksək dağlıq qurşaq. Sonra Rio Grande çayı yüksək dağlıq qurşaqdan başlayır, burada çöl təbii zonasında Meksika körfəzinə tökülür deyə bilərik. Sonra gəlirsiniz Cənubi Amerikanın şimal hissəsinə. Magdalena çayı. Magdalena çayı öz başlanğıcını Ant dağlarından götürür, yüksək dağlıq qurşaqdan, savannalardan keçir. Yəni iqlim olaraq ekvatorial və subekvatorial iqlim deyirik. Təbii zona olaraq isə mənsəbi yerləşir savanna və seyrək meşədə. Orinoco çayı keçdiyi təbii zonalar, ekvatorial meşələr və savanna və seyrək meşələr. Və iqlim olaraq da yenə ekvatorial iqlim və subekvatorial iqlim olaraq qeyd edirik. Sonra Amazon çayı. Amazon çayı bütünlükdə dəyişkən rütubətli, daha doğrusu rütubətli ekvatorial meşələr təbii zonasından axır. İqlim isə ekvatorial və subekvatorialdır. Sonra San Francisco çayı Braziliya yarasından başlayır. Başlanğıcını demək ki, iqlim olaraq subekvatorial iqlim, təbii zonalar olaraq isə savanna və seyrək meşə təbii zonasından götürür və uzun məsafədə savannadan axaraq gəlir mənsəbində dəyişkən rütubətli meşələrdən deməli Atlantik okeana
tökülür deyə bilərik. Parana çayı öz başlanğıcını götürür Braziliya yaylasından, yəni savannalardan, sonra çöl təbii zonasında tökülür okeana. Yəni mənsəbi çöl təbii zonasında yerləşir. Keçdiyi təbii zonalar oldu savanna və seyrək meşə və pampalar, yəni çöllər. İqlim olaraq isə subekvatorial, subtropik və tropik iqlim deyə bilərik. Sonra bizə Avstraliyanın ən iri çayı olan Murray çayına. Murray çayı da yüksək dağlıq qurşaqdan başlayır, savannalardan keçir və səhra təbii zonasından keçir. Yenə də mənsəbində savanna təbii zonasında tökülür hara? Dənizə və yaxud da okeana tökülür deyə bilərik. Daha doğrusu okeana tökülür deyəcəklər, dəniz yoxdur çünki o hissədə. Murray çayının keçdiyi iqlim elə subtropik iqlim olacaq. Sonra gələk Asiyanın ən iri çaylarına. Asiyanın iri çayları bu xəritədə yaxşı düşməyib deyə digər xəritədə sizə təqdim edəcəyəm. Qərbi Avropanın ən əsas çayları Loara, Sena, Reyn, Elba, Odra, Visla çayları enliyarpaqlı və enliyarpaqlı meşələr təbii zonasından axır. Elə birbaşa olaraq mülayimin çaylardır. Mülayim iqlimdə yerləşir. Sonra subtropikin aralıq dəniz çayları da codyarpaqlı meşələr və kolluqlar təbii zonasından axır. Bu da Cənubi Avropanın çayları bura aiddir. Dunay çayı da uzun məsafədə demək olar ki, enliyarpaqlı meşələrdən axır və mənsəbində çöl təbii zonası yerləşir. Ən əsas çaylara baxmışkən Volqaya da baxaq. Volqa çayı tayqa təbii zonası, qarışıq meşələr təbii zonası, sonra çöl meşə çöl təbii zonasından axır və mənsəbində səhra təbii zonasından deməli Xəzər dənizinə tökülür deyə bilərik. İqlim olaraq bunlar hamısı yalnız mülayim dənizdədir. Sonra Ural çayı tayqa təbii zonası, çöl təbii zonası və o da mənsəbdə səhra və yarımsəhra təbii zonasından keçir. Amudərya, Sırdərya çayları yüksək dağlıqdan başlayır, uzun məsafədə səhra təbii zonasından axır. Dəzlə və Fərat çayları. Dəzlə və Fərat çayları Anadolu yaylasının yüksək dağlıq qurşaqdan başlayır və Mesopotamiya ovalığından axır və burada bilirsiniz ki, təbii zona olaraq səhra və yarımsəhra təbii zonasıdır. İki iqlim qurşağından axırlar, subtropik və tropik iqlim qurşağı. Sonra Hind çayı öz başlanğıcını Himalay dağlarından götürür, yüksək dağlıq qurşağından, sonra savannalardan keçir və uzun məsafədə mənsəbə doğru səhra və yarımsəhra landşaftından keçir, təbii zonasından keçir də deyə bilərik. Sonra Qanq çayında eynən Himalay dağlarından başlayır, savannalardan keçir və mənsəbində dəyişkən rütubətli meşələr, yəni Qanq və Brahmaputra çaylarının birləşdiyi yerdə dəyişkən rütubətli meşələr təbii zonası yaranmışdır. Brahmaputra çayı öz başlanğıcını bu da Himalay dağlarından götürür, yüksək dağlıq qurşaqdan iki təbii zonadan axır deyə bilərik. Sonra Mekong çayına baxaq, öz başlanğıcını Tibet yaylasından, yəni yüksək dağlıq qurşaqdan götürür və aşağı axarlarda savannalardan keçir. Mənsəbində isə deməli dəyişkən rütubətli meşələr təbii zonası yaranmışdır. Sonra baxaq Yansızı çayı. Tibet yaylasından yüksək dağlıqdan başlayır və dəyişkən rütubətli meşələr təbii zonasında okeana və yaxud da dənizə tökülür. Sonra Xuanxe çayı, bu da yüksək dağlıq qurşaqdan başlayır Tibet yaylasından, sonra Gobi səhrasından keçir, sonra burada çöl təbii zonasından axır, sonra isə Xuanxe çayı Sarı dənizə dəyişkən rütubətli meşələr təbii zonasından tökülür. İki iqlim qurşağında yerləşir bu, həm subtropik, həm də mülayim iqlimin musson rejimində. Şimali Asiyanın əsas çaylarından olan Ob çayı deməli öz başlanğıcını yüksək dağlıq qurşaqdan götürür, sonra çöl meşə çöl təbii zonasından axır, sonra qarışıq meşələr və iynəyarpaqlı meşələr təbii zonasından keçir və tundra da belə deyək, bura Qubadlı deyə bura aiddir. Deyə bilərik, tundra, meşə tundra və mənsəbi Karadənizdir. Karadəniz sahillərində burada Arktik səhralar təbii zonası formalaşır.
Yenisey çayı çöl və meşə çöl, qarışıq meşə, daha doğrusu buradan baxırıq. Çöl təbii zonasıdır. Bura meşə çöl deyirik buna. Meşə çöl təbii zonası. Sonra tayqa təbii zonası. Sonra isə tundra təbii zonası və Arktik səhra təbii zonasından axır. Lena çayı yüksək dağlıq qurşaqdan başlayır. Bu da tayqa təbii zonası, tundra, meşə tundra və Arktik səhra təbii zonasında yerləşir. Əsas bunları bilmək kifayətdir.